Bizim üçün də bu konglomerat çox önəmli. Necə Çox gözəl, düzgün təhlildir. Mən bizim Çinlə münasibətlərimizin əleyhinə deyiləm. Daha da irəli getməsi, amma hər şeyi ölçüb biçməliyik. Yəni, müəyyən təzyiq və necə ki, Yaponiya xarici siyasətində baxır Pekinə, baxır Moskvaya, baxır Vaşinqtona. Türkiyə baxır Londona, Vaşinqtona, Moskvaya. Biz də elə baxmayıq. Mən buna sizdən razıyam. Bizim sizlə keçən dəfə bir fikrimiz də oldu ki, İordaniyanın ətrafında qəribə fikirdir. O proses yenə davam edir. Sən təzyiq eləyir, Qəzzalıları keçir ora və s. İordaniyada nəsə olacaq, bilmirəm. İndi nəsə qəribə işlər gedir. Mən əlbəttə bu dünya nizamında iqtisadiyyatın ayaqda qaldığı o dövlətlər xarici zəiflədiyi və bizim də enerjiyə dünyanın ehtiyacı Avropanın Rus qazından imtina elədiyi bir dövrdə əsas da bu 10 milyon vətəndaşımızın iqtisadi potensialı yaşaması, təminatı üçün batmaması üçün bəli o təhlilizi qəbul edirəm ki, biz yaşaması üçün var olun, lazım. Və Çin hər yeri limanlar alır. Çin, mən sizə bilmirsiniz, sizdə yox, başqa efirdə, Gürcüstandakı indiki iqtidarın arxasında da Çin var. Gürcüstan limanlarını alıb, Vaşinqton bundan narahatdır. Bugün başqa bir efirdə də demişəm, təkrar deyirəm, tacikləri döyür ruslar. Rus polisi. O Cross City, yəni onun... Bəli, Cross City-də. Deyil. Qulağını kəsilmişdilər. O deyil əsas. Əsas Tacikistanda Çin güclənib. Çinin hərbi bazası var. Tacikistanın yeraltı qızıl sərvətləri Çinin əlindədir istehsalı. Rusiya bundan narahatdır. Ona görə qara cəmaatı döyür. Amma o təzyiq işləmir artıq. Bizə də gələ bilər, ona görə o arz qalmamaq üçün, o çörək üçün, o pandemiya həqiqətən Kamran bəy dünya iqtisadiyyatını məhv elədi. Ailələri dağıtdı, insanların canını aldı, firmaları, şirkətləri, holdingləri insanları iflas etdi, böhrana apardı. O yaşaması üçün, var olması üçün Azərbaycanın Çindən də münasibətləri o qurmalıdır. Azərbaycan Respublikasının qəflən buzları mütləq əritməliyik. Düşmən yox. Amerika Birləşmiş Ştatları ilə yeni Trump administrasiyası ilə gəldikdən sonra münasibətlər düzgün qurulmalı. Ümumiyyətlə, Trump administrasiyası getdi, kim administrasiyası gəldi, Azərbaycan dövləti Amerika ilə hər zaman münasibətləri stabil tutmalı. Hamının hər şey istədiyi var. Amma Türkiyənin Amerika ilə münasibətləri nasıldır bu? Əlbəttə, bu məsələlər. O kontekstdə... Amma bizim enerjimizin dünyaya çıxmasında Amerikanın böyük dəstəyi olub həmişə. Yəni, ona görə də çox vektorlu bizim hakimiyyətimiz, dövlətimiz, deyir, diplomatiyamız, münasibətlər o zəmində aparmalıdır. Rusiya məsələsində bizi Rusiyadan qoruya biləcək, əlbəttə, Türkiyə Respublikası var və digər aktorlara tapılmalıyıq. Amma çox mənim ürəyimdən çıxan gözəl bir şey, əsaslı iqtisadiyyat. Batmamaq üçün. Rus-Ukrayna müharibəsi bizə çörəyimizin qiyməti qalxdı. Biz hökumətimiz çalışdı saxlamağa. Endi qalxdı, indi çörək qalxdı. Rəsmi 65 qəpikdir. Biz torpaq almışdıq, taxıl əkəcəkdik bu müharibə məsələləri. Ona görə bu müharibə, Qazaxıstan münasibətlərimiz var, amma zaman-zaman taxıl verir, satır və s. Ona görə düz buyurursunuz. Siyasi məsələlərimizi qorumaqla iqtisadi məsələlərimizi görməliyik, götür-qoy eləməliyik. Çinin iqtisadi münasibətlərdə əlbəttə ki, hər zaman yaxşıdır. Olmağa təqdirdir. Çinin Ermənistanla da yaxşı münasibətləri. Çin unutqan millət, dövlət deyil. Bizim 92-ci ildə Uyğur məsələsində dediyimizi heç vaxt üçün unutmazsın. Siz Hindistanın adını çəkdiniz. Hindistan Ermənistanla çox yaxşı münasibətlər qurur. Hindistan Ermənistana silah verir, özü yaxşı silahlar verir. Pulla satır, nə verir bilmirəm. Hindistan yaxşı silahı varmı? İstehsal elədikləri, amma arxasında
Amerika Birləşmiş Ştatları. Belə olar. Amerika Birləşmiş Ştatları da Çinə görə, Biden administrasiyası Çinə görə Hindistandan barışdı, Hindistanla münasibətlər qurdu. Hamı oyun oynayıb. Hindistana hamı elə bilirdi ki, nüvə silahının yaranmasına SSR verir. SSR-in müəyyən dəstəyi olur. Ən çox Amerika verib ki, Hindistan SSR-yə qarşı getməsin. Yəni, bu maraqlı... SSR-yə yaxın getməsin. Getməsin. Amma Pakistana da nüvə silahını Amerika. Əlbəttə. Pakistan həmişə Rusiyaya məsafəli olur. O Amerikaya yaxın olur. İndi Pakistan Amerika yox, Çinə daha yaxındır. İmran xanın devrilməsində də bu məsələlər. Təbii, çünki Hindistanla konfrontasiyadadılar. Çin də Hindistanla konfrontasiyadadır. İndiki Hindistan, üzrüstən, Pakistan iqtidarı qərb Amerika meyillidir. İmran xan açıq məsələ. Yəni, bu dünya nizamı, bu Rus-Ukrayna müharibəsi, bu hər bir şey. Rusiyanın özündə indi çökmür, dağılmır, hamı deyir, bilmirəm, bunlar iqtisadçıdır, deyil, nədir, indi dağılmaq da bundan artıq nə qədər dağılsın. Dağılır. Rusiya sadəcə çox qəddarlıq eləyir, çox vicdan, qara milləti, qeyri-millətlərə döyüş aparır. Faşizm də orada. Çox şeylər var, adam danışmaq istəyən. Miqrat qanunlarından tutmuş, yəni bu məsələlər var və digərlərini. Ona görə də biz Ermənistanın Türkiyə ilə sərhəd açılması məsələləri var. Olsa mən yaxından da izləyirəm, bildiklərim də var. Ona görə də mən sizin bütün analizlərindən son olaraq razılaşıram ki, pandemiyadan sonra dünya nizamı, bu Rus-Ukrayna müharibəsi və iqtisadi nizamda Azərbaycan dövlətinin var olması üçün düzgün addımlar atmaq. Teymur bəy, təşəkkür edirik vaxt ayırıb gəldiyinizə görə. Düzgün adımlar isə əziz dostlar. Siz sağ olun, dəvətiniz üçün. Ümid edirəm 2025-ci ildə tez-tez görüşəcəyik. İlk görüşümüz maraqlı oldu. Bundan sonra tez-tez görüşəcəyik təbii ki.